Salam əziz həmkarlar. Biz bugün 9-cu sinif dərsliyindən insanın formalaşmasına sosial amillərin təsiri mövzusunun izahına baxacağıq. Ümumilikcə, sosial amillər hansılardır? Deyəcəksiniz ki, sosial amillər əmək, ictimai həyat tərzi, nitq, bir də təfəkkürdür. Sosial amillər hansılar oldu? Əmək, ictimai həyat tərzi, nitq və təfəkkür. Əmək nədir? Əmək insanın formalaşmasında əsas rol oynayır. Yəni, insanın formalaşmasında başlıca əsas rol oynayan əməkdir. Meymunlardan fərqli olaraq insan əmək alətləri yarada bilir və əmək alətlərinin təkmilləşdirməsi nəticəsində insanda bir çox dəyişikliklər əmələ gəlmişdir. Əməyin təsiri ilə insanda morfofizioloji dəyişikliklər baş vermişdir. Bu dəyişikliklər antropomorfoz adlanır. Antropoz sözündən götürülüb insan deməkdir. Və bu antropomorfoz nəticəsində insanda dik yerimə əmələ gəlmişdir və dik yerimə nəticəsində də insanda S-vari onurğasında əyriliklər yaranmışdır. Ayağı tağ şəkilli olmuşdur. Daha sonra ictimai həyat tərzinə baxırıq. Əmək fəaliyyəti nəticəsində insanların ictimai həyat tərzinə keçdiyi güman olunur. Yəni, əvvəllər insanlar tək halında yaşamışdısa, artıq əmək alətləri hazırlanandan sonra onlar qrup halında, cəmiyyət halında yaşamağa başlayıblar. Ovdarlığa, məsələn, heyvan ovlamağa cəmiyyət, yəni qrup şəklində gediblər, əkinçilik başlayıb. Bu da olur ictimai həyat tərzi. Və ictimai həyat tərzi nəticəsində odda bişirilmiş qida ilə qidalanma, meymunabənzər əcdadlardan iri çeynəmə əzələlərinin bitişik əmcək çıxıntısının öz bioloji əhəmiyyətini itirməsi və çeynəmə aparatının yüngülləşməsi, bitki qidasından qarışıq qidaya keçmək isə bağırsağın qısalması ilə nəticələnmişdir. Bunları yadınızda saxlayırsınız. Yenə deyirəm. Əvvəllər çiğ ətlə qidalanırmışlar, sonradan odda bişirilmiş qida ilə qidalanıblar. Və odda bişirilmiş qidalanma insanları meymunabənzər əcdadlarından iri çeynəmə əzələlərinin bitişik əmcək çıxıntısının öz bioloji əhəmiyyətinin itirməsi ilə və bitki qidasından qarışıq qidaya keçdiyi üçün bağırsağın qısalması ilə nəticələnmişdir. Daha sonra gəlir nitqin yaranması. Əvvəlcə birinci siqnal sistemi yaranıb, daha sonra ikinci siqnal sistemi yaranıb. Birinci siqnal sistemi səsdir, ikinci siqnal sistemi səsi sözə çevirir. Və insanda həm birinci siqnal sistemi, həm də ikinci siqnal sistemi formalaşıb. Nitqin yaranması qırtlaq və ağız aparatında dəyişərək, yəni qırtlaq bir də ağız aparatı dəyişərək nitqə çevrilir. Yəni nitqin yaranması qırtlağın və ağız aparatının dəyişməsinə gətirib çıxarmışdı. Daha sonra gəlir təfəkkürün yaranması. Baxın, nitq şuurun daha da inkişaf etməsinə, təfəkkürün yaranmasına səbəb oldu. Yəni insan artıq düşündüyünü sözə çevirə bilir. Yəni insan mücərrəd təfəkkür sayəsində real olmayan şeylər barədə mühakimə yürüdə bilir. Deməli, sosial amillər oldu. Əmək, nitq, ictimai həyat tərzi, bir də təfəkkür. Əmək nə oldu? Əmək insanın formalaşmasında başlıca rol oynayır. Əməyin təsiri altında insanda morfofizioloji dəyişikliklər baş verir. Bu dəyişiklik antropomorfozlar adlanır və antropoz insan deməkdir. İctimai həyat tərzi bəs. İctimai həyat tərzi nəticəsində insanlarda əmcək çıxıntısı öz bioloji əhəmiyyətini itirib və bağırsağı qısalıb. Nitqin yaranması, yəni səs sözə, səs harda formalaşır? Deyəsiniz ki, səs ən son şəklini qırtlaq və ağız aparatında formalaşır. Yəni, qırtlaq və ağız aparatı nitqin nəticəsində, belə deyim, nitq orqanına çevrilib. Təfəkkür də ki, insan təfəkkür sayəsində mücərrəd təfəkkürdə, yəni real olmayan şeylər barədə mühakimə yürüdə bildirirlər. Bu da olur təfəkkür.
İndi biz öyrənirik ali sinir fəaliyyəti, şərtsiz reflekslər. Ümumilikcə əvvəlcə biz bilməliyik ki, ali sinir fəaliyyəti 3 mərhələyə ayrılır. Neçə mərhələyə ayrılır? Deyəcəksiniz ki, 3 mərhələyə ayrılır. Bu 3 mərhələlər hansılardır? Birinci mərhələ budur ki, əvvəlcə bunu ayıraq. Birinci mərhələdə xarici qıcıqların təsirindən duyğu orqanlarında əmələ gələn oyanma. Yəni, birinci mərhələ xarici qıcıqların təsirindən duyğu orqanlarında əmələ gələn oyanmadır. İkinci mərhələ baş beyində gedən oyanma və tormuzlanmadır. Üçüncü mərhələ artıq davranış, yəni insanların hərəkəti və fəaliyyətidir, davranışdır. Yenə deyirəm, baxın, ali sinir fəaliyyəti əsasən 3 mərhələyə ayrılır. Bunu da kim ayrılır? Sechenov. Yəni, Sechenov baş beyin refleksini 3 mərhələyə ayrılıb. Birinci mərhələdə nə deyir? Xarici qıcıqların təsirindən əmələ gələn oyanma. İkinci mərhələ oyanma və tormuzlanma. Deməli, birinci mərhələdə hissi neyron mühüm rol oynayır. İkinci mərhələ bu baş beyin ola bilər, çünki mərkəzdir də oyanma və tormuzlanma. Üçüncü mərhələdə insanın hərəkəti və fəaliyyəti davranış. Burada da hərəki neyron əsas rol oynayır. Və burada baxırıq. Dedik, ali sinir fəaliyyəti barədə bunu 3 mərhələyə bölən Sechenov olmuşdu. Ümumilikcə, ali sinir fəaliyyəti anlayışı insan davranışının əsasını təşkil edən sinir prosesidir. Yəni, artıq burada sinir mürəkkəbləşib və mürəkkəb formada yaranıb. Və bu Sechenovda baş beyin refleksinin 3 mərhələsi var. Bu mərhələsi hansılardır? Dedik, xarici qıcıqlardan əmələ gələn oyanma, ikinci mərkəz sinir sistemində baş verən oyanma və tormuzlanma, üçüncü də insanın hərəkəti və fəaliyyəti, davranış. Və daha sonra Sechenovun işlərini Pavlov davam etdirmişdi. Və Pavlov ali sinir... İndi biz öyrənirik şərtsiz reflekslər. Ümumiyyətcə biz dedik ki, Sechenovun işlərini daha sonra Pavlov davam etdirmişdi və Pavlov ali sinir fəaliyyətini, davranış fiziologiyası haqqında təlimin banisidir. Pavlov bütün refleksləri 2 qrupa böldü. Bunlar hansılardır? Şərti reflekslər, şərtsiz reflekslər. İndi bir-bir baxaq. Birinci öyrənirik biz şərtsiz refleksi. Şərtsiz refleks İrsən nəslə ötürülür və insanın ömrü boyu qalır. Yəni, nəslə ötürülən və insanın ömrü boyu qalan şərtsiz reflekslərdir. Baxın, şərtsiz reflekslər anadan gəlmə olub, irsən nəsildən nəslə keçir. Orqanizmin bütün həyatı boyu qalır, daimidir. Orqanizmin daxili mühitinin sabitliyini təmin edir. Növə əmələ gətirən fərdlərin hamısını əhatə edir. Refleks qövsü onurğa beyni, beyin kötüyü və baş beyin qabıqaltı nüvələrindən keçir. Əmələ gəlməsi üçün böyük yarımkürələr qabığının iştirakı vacib deyil, əmələ gəlməsi üçün xüsusi spefsik qıcıqlar, qida, səs tələb olunur. Şərtsiz reflekslərə nələr aiddir? Müdafiə refleksləri, qida refleksləri, cinsiyyət refleksləri, səmt refleksləri. Müdafiə refleksləri hansılardır? Deyəcəksiniz ki, asqırmadır, öskürmədir, qusmadır, göz qırpmadır, isti əşyalara toxunduqda əlin çəkilməsi, bunlar müdafiədir. Bəs qida refleksləri, ağız suyu, mədə və bağırsağın şirə ifrazı, çeynəmə, udma, yeni doğulmuş uşaqlarda əmələ gəlmə əmmə reflekslər, cinsiyyət refleksləri, çoxalma prosesinin əsasını təşkil edən reflekslər və işıq və səs qıcıqlarına qarşı yaranan səmt refleksləri. Bunlar aiddir şərtsiz reflekslərə. Deməli, baxın, burada da bizə qeyd eləyib ki, qida refleksləri ağız suyu, mədə, bağırsaq şirəsinin ifrazı, çeynəmə, udma, yeni doğulmuş uşaqlarda əmələ gələn əmmə, müdafiə refleksləri, bunlar hamısı şərtsiz refleksə aiddir. Və şərtsiz reflekslər orqanizmin daxili mühitin sabitliyini təmin edir. Anadan gəlmə davranış reflekslərinin daha mürəkkəb forması instinktdir.
fasiləsiz dəyişən mühit şəraitində şərtsiz reflekslərlə yanaşı, hər bir orqanizmində fərdi təcrübəyə əsaslanan reflekslər də olur ki, bunlar da şərti reflekslər adlanır. İndi biz şərti refleks nədir və reflekslərin tormozlanması nədir onu öyrənirik. Əvvəlcə şərti refleks nədir? Baxın, şərti refleks irsən nəslə keçmir. Bu refleks həyati təcrübələr nəticəsində yaranır. Anadan gəlmə deyil. Həyati təcrübə əsasında ömür boyu qazanılır. Daimi deyil. Sönür, yenidən yaranır və yeniləri ilə əvəz oluna bilir. Fərdidir. Yeni növü əmələ gətirən fərdlərin hamısında yaranmır. Refleks qövsü baş beyin yarım kürələri qabığından keçir. Əmələ gəlməsi üçün xüsusi spefik qıcıqlar, qida, səs lazım gəlmir. İnsanın mühitin dəyişən şəraitinə uyğunlaşdırır. Bunlar aiddir şərti reflekslərə. Ümumilikcə bunları biz Pavlov əsasən itin üzərində təcrübə aparmışdı. Və itin üzərində apardığı təcrübəyə əsasən şərti refleksi öyrənib, daha sonra tormozlanmasını öyrənib. Baxın, dedik ki, şərti refleksin yaranması beyin qabığından keçir. Biz də buna diqqət yetirdik ki, əsasən burada Pavlov itin üzərində təcrübə aparıb. Baxın, birinci şəkildə lampa yanmır. İtə qida verilir və qida verilərkən bu zaman ağız suyu ifrazı yaranır. Yəni birinci şəkildə bunu görürük ki, qida verir və qida nəticəsində və burada ağız suyu ifraz olunur. Amma itə hələ qida verməmişdən yarım dəqiqə əvvəl lampanı yandırıb, daha sonra qidanı verir. Lampa yandıqda burada ağız suyu ifraz olunmur. Deməli, lampa burada təsirsiz qıcıqdır. Yəni heç bir şeyə təsir etmir. Amma lampanı yandırıb yarım dəqiqə gözlədikdən sonra qidanı verir. Artıq qidanı verdikdə bunda ağız suyu ifraz olunur. Bir neçə dəfə bunu təkrarladıqdan sonra lampanı yandırıb qidanı vermədikdə belə başlayır ağız suyu ifraz olunmağa. Və bu ağız suyu ifraz olunduqda bu şərti qıcıqlandırıcıya çevrilir. Yəni, baxın, diqqətli olun. Əvvəlcə lampanı yandırır, heç bir qida vermir. Bu zaman ağız suyu ifraz olunmur. Çünki lampa burada təsirsiz qıcıqdır, sadəcə işıqdır. Amma lampanı yandırıb bir neçə dəfə təkrarladıqda yandırır, üzərindən yarım dəqiqə keçir. Bu zaman buna qidanı verirsə, artıq qidanı görən kimi ağız suyu ifraz olunacaq. Bunu bir neçə dəfə təkrarladıqdan sonra lampanı yandıran kimi itdə başlayır ağız suyu ifraz olunmağa. Niyə? Artıq elə bilir ki, lampa yanıbsa, bu da qida veriləcək. Artıq bu ağız suyu ifraz olunanda bu şərti qıcıqlandırıcıya çevrilir. Deməli, lampa əvvəlcə təsirsiz qıcıqlandırıcıymış, artıq çevrildi şərti qıcıqlandırıcıya. Və lampanın yanması ilə ağız suyunun ifraz olunmasına səbəb baş beyin qabığında yerləşən görmə mərkəzi ilə qida mərkəzi arasında müvəqqəti əlaqənin yaranmasıdır. Yəni artıq it hiss eləyir ki, lampa yandı, qida veriləcək. Deməli, görmə mərkəzi ilə qida mərkəzi arasında nə oldu? Artıq görmə mərkəzi ilə qida mərkəzi arasında əlaqə yarandı ki, burada şərti qıcıqlandırıcıya çevrildi lampa. Ümumilikcə baxın, burada çox vaxt qarışdırırlar ki, təsirsiz qıcıq nədir, şərti qıcıq nədir? Təsirsiz qıcıq odur ki, heç bir təsir eləmir. Məsələn, burada ikinci şəklə baxsaz, lampa yandır, itə heç bir təsir eləmir. Deməli, bu burada təsirsiz qıcıqdır. Amma bir neçə dəfə təkrarladıqdan sonra, məsələn, lampanı yandırır, sonra qidanı verir, bir dəfə eləyir, iki dəfə, üç dəfə, artıq bu təkrarladıqdan sonra lampanı yandıran kimi itdə başlayır ağız suyu ifraz olunmağa, hələ ki qida yoxdur. Deməli, lampa artıq burada şərti qıcıqlandırıcıya çevrilib. Buna da səbəb nədir? Görmə mərkəzi ilə qida mərkəzi arasında müvəqqəti əlaqə yaranır. Yəni, bu əlaqə sonradan itə bilər. Məsələn, lampanı yandırmasın, bir 5-6 dəfə yenə təkrar eləsin, elə sadəcə aparıb qidanı versin. Artıq bu görmə mərkəzi ilə qida mərkəzi arasındakı müvəqqəti əlaqə itəcək.
Və reflekslərin tormozlanması var. Reflekslərin tormozlanması əsasən xarici tormozlanma, bir də daxili tormozlanma olmaqla iki hissəyə bölünür. Baxın, itdə şərti qida refleksli güclü səsin təsirindən və ya kəskin ağrının təsirindən sönə bilər. Məsələn, sizə kitabdan misal çəkib ki, güclü zəng səsi eşitdikdə itdə səmt refleksi yaranır və səmt refleksi yarandığı üçün artıq qida tormozlanır. Deməli, bu şərti refleksin daxili tormozlanmadır. Yəni, refleks sönür. Yenə deyirəm, xarici tormozlanma var, bir də daxili tormozlanma var. Diqqətli olun. Məsələn, lampanı yandırıb bir neçə dəfə yemək vermədikdə, itdə lampanın yanmasına qarşı ağız suyu ifrazı dayanır. Lampa yenidən təsirsiz qıcıqlandırıcıya çevrilir və buna mərkəb müvəqqəti əlaqənin itməsidir. Əgər təcrübəni təkrar ediriksə, artıq refleks yenidən təkrarlanır, bərpa olunur. Bu hissələri bildik. Deməli, lampa əvvəlcə olub təsirsiz qıcıqlandırıcı, sonra olub şərti qıcıqlandırıcı. Bunlara öyrəndik. İndi biz öyrənirik düşüncəli fəaliyyət, nitq və təfəkkür. Ümumilikcə, düşüncəli fəaliyyət nədir, nitq nədir, təfəkkür nədir? Baxın, heyvanların əşya və hadisələr arasındakı qanuna uyğunluqları duymaq, yeni şəraitdən ondan istifadə etmə bacarığı düşüncəli fəaliyyət adlanır. Əsasən düşüncəli fəaliyyətə bizə misal olaraq burada meymunu misal çəkir. Bananı qırmaq üçün meymun çubuqları başlayır biri-birinə taxıb bananı qırmağa, yəni çubuqdan istifadə edir düşüncəli fəaliyyətdə. Yəni bizə də elə meymunu misal çəkdiyi üçün yadınızda hər zaman meymunu saxlayırsınız. Daha sonra baxın, dedik düşüncəli fəaliyyət əşya və hadisələr arasında qanuna uyğunluqları duymaq, tətbiq etmək, yeni şəraitdə onlardan istifadə etməkdir düşüncəli fəaliyyət. Və düşüncəli fəaliyyət mühitə uyğunlaşmanın ən ali formasıdır. Yəni mühitə uyğunlaşmaq üçün insanı mühitə uyğunlaşdırır düşüncəli fəaliyyət. Daha sonra öyrənirik nitq. Nitq nədir? Baxın, heyvanlar ətraf aləmdəki əşya və hadisələri birinci siqnal sisteminin köməyi ilə duyur, səs. Amma insan ikinci siqnal sisteminin köməyi ilə, yəni səsi sözə çevirir. Və nitq anadan gəlmə qabiliyyətdir. Uşaq danışmağa 5-6 yaşından başlayır. Əgər uşağı biz anadan olandan sonra onu lal insanların içərisinə daxil etsək, uşaq danışmayacaq. Deməli, danışmağa əsas səbəb xarici mühitin təsiridir. Və yadınızda saxlayırsınız, sağasay insanlarda şifahi nitqin formalaşması, sol yarımkürənin alın və alın payı, yazılı nitqin formalaşması isə gicgah və təpə payları iştirak edir. Deməli, şifahi nitq formalaşır alın payında, yazılı nitq formalaşır gicgah və təpə paylarında. Daha sonra təfəkkürə baxırıq. Düşüncəli fəaliyyətin insanda ən yüksək səviyyədə iştirak edərək təfəkkür şəklində özünü bir üzə verir. Və təfəkkür özündə analiz, sintez, müqayisə, mücərrədləşdirmə, ümumiləşdirmə kimi əlamətləri birləşdirir. İndi baxırıq analiz. Analiz nədir? Əşya və hadisələrin xəyalən hissələrə və xüsusiyyətlərə bölünməsidir. Məsələn, rənginə görə, formasına görə xüsusiyyətlərinə bölür. Sintez nədir? Hissləri və xüsusiyyətləri xəyalən birləşdirməkdir. Müqayisə nədir? Əşya və hadisələri onların xüsusiyyətlərini qarşılaşdıraraq onlar arasında oxşarlıqları, fərqləri tapmaqdır. Mücərrədləşdirmə nədir? Əşya və hadisələrdə mövcud olan hər hansı bir tərəfin, əlamətin, xassənin xəyalən nəzərdən keçirilməsidir. Ümumiləşdirmə də əşya və hadisələrin xəyalən mühit əlamətinə görə ümumiləşdirməsidir. Bunlar da oldu təfəkkürün əməliyyatları, yəni təfəkkürün özündə birləşdirdiyi hissələr. Daha sonra indi biz öyrənirik emosiya və yaddaş. Ümumilikcə emosiya nədir? İnsanın özünə və ətraf aləmə münasibətinin dəyişməsi ilə əlaqədar keçirdiyi hisslər emosiya adlanır. Emosiya sarsılmaq və həyəcanlanmaq deməkdir. Emosiyaya görə müsbət emosiya var, bir də mənfi emosiya var. Müsbət emosiya sevincdir, razılıqdır, məmnuniyyətdir, heyranlıqdır.
Mənfi emosiyada qəzəbdir, nifrətdir, qorxudur, qəmdir, qüssədir, kədərdir. Bütün emosiyalar sinir sistemini fəallaşdırır və qanda bioloji fəal maddələrin miqdarını artırır və öz orqanizm başlayır səfərbər olmağa, yəni öz qüvvəsini işə salır. Hər bir emosiyadan sonra ifadəli hərəkətlər olur. İnsan yerişinin, pozasının dəyişməsi, əl-qol hərəkətləri, jestlər, mimikalar, yəni emosiyaları təyin etmək üçündür. İfadəli hərəkətlər emosiyanın dilidir. Əsasən ifadəli hərəkətlər emosiyalarda yaratdığı gərginliyi azaldır. Və emosiyaların idarə olunması beyin yarımkürənin alın və gicgah payı ilə həmçinin də ara beyin də iştirak edir. Əsasən də emosiya alın payı ilə idarə olunur. Deməli, alın və gicgah payı, əsasən alın payı, həm də emosiyaların idarə olunmasında ara beyində iştirak edir. Sonra gəlir yaddaş. Yaddaş əsasən mərkəzi sinir sistemində gedən, fərdi təcrübə toplamağa, onu uzun müddət yadda saxlanılmağa kömək edir. Və yaddaş idarə olunur alın payı və gicgah payı ilə, yəni böyük yarımkürələrdə olan alın və gicgah payı ilə yaddaş idarə olunur. Yaddaşın özünün növləri var. Hansı növləri var? Bir-bir yadımızda saxlamalıyıq. Baxın, yaddaş deyəndə hələ ki yaddaş var, emosional yaddaş var. Ümumilikcə hələ o hissə yadımızda qalsın. Ya da deyək də, məlumatın yadda saxlanmaq xüsusiyyətinə görə, əsasən 4 növ var. Hərəki, obrazlı, emosional, bir də söz yaddaşı. İndi bir-bir baxaq. Biri var, xatırlama, yada salma və təkrar etmə xüsusiyyətinə görə 3 tipə bölünür. Baxın, xatırlama, yada salma, təkrar etmə xüsusiyyətinə görə yaddaş 3 tipə bölünür. Bunlar hansılardır? Sensor yaddaş, ani yaddaş, qısa müddətli yaddaş, bir də uzun müddətli yaddaş. Ümumilikcə, bir-bir baxaq. Sensor və ani yaddaş nədir? Reseptorlardan gələn məlumatı bir neçə saniyə yadında saxlaya bilir. Axı bu ani yaddaşdır. Əgər vacibdirsə, bunu qısa müddətli yaddaşa çevirə bilər. Məlumat təkrar olunmasa, bu yaddaş silinəcək. Amma uzun müddətli yaddaş aylarla, illərlə yadda qalır. Daha sonra məlumatın yada qalma xüsusiyyətinə görə də 2 cür yaddaş var. İradi yaddaş, bir də qeyri-iradi yaddaş. İradi yaddaş nədir? Əsasən baxın, iradi yaddaş odur ki, sən məlumatı yadında saxlamaq üçün cəhd göstərirsən, öyrənirsən, dəfələrlə təkrarlayırsan. Amma qeyri-iradi yaddaşda heç bir cəhd olmur. Bu yaddaş şüurun nəzarəti altında formalaşır. Daha sonra yadda qalmaq xüsusiyyətinə görə də hərəkət, obrazlı, emosional, bir də söz yaddaşı var. Hərəkət yaddaşı nədir? Hərəkətlərin, məişət, idman, əmək vərdişlərin, yazılı nitqin yadda saxlanılmasıdır. Obrazlı yaddaş nədir? Təbiət mənzərələrini, adamların sifətini, qoxusunu, səsləri, musiqi havalarını yadda saxlamağa və təkrar etməyə kömək edir. Emosional yaddaş insanın keçirmiş olduğu hissləri yadda saxlayır. Söz yaddaşı da insanın oxuduğu, eşitdiyi, yaxud dediyi sözlərin yadda saxlanılması və təkrar edilməsidir. Ümumilikcə yaddaş 25 yaşına qədər daha yaxşı inkişaf edir. 50 yaşından sonra zəifləyir. Peşə yaddaşı da ahıl yaşında da yadda qalır. Daha sonra burada yuxunu öyrənirik. Yuxu nədir? Ümumilikcə orqanizm ömrünün 1/3 hissəsini yuxuda keçirir və yuxu özü 4-5 sikldən ibarətdir. Bir siklim də 2 fazadan ibarətdir. Bu da ləng yuxu fazası, bir də tez yuxu fazasıdır. Ləng yuxu fazası 1-1,5 saat davam edir. Tez yuxu fazası əsasən 10-15 dəqiqə, sonuncu tez yuxu da 20-30 dəqiqə davam edəcək. İnsan həm tez yuxu, həm də ləng yuxu fazasında yuxu görə bilər. Ümumilikcə, insan ilk dəfə yuxuya getdikdə ləng yuxu fazasına gedir. Bu zaman maddələr mübadiləsi zəifləyir, tənəffüs, nəbz seyrəkləşir, əzələlər boşalır, göz alması hərəkətsiz vəziyyətdə olur. Bədən temperaturu da aşağı düşür. Amma tez yuxu fazasında bunun əksinə qan təzyiqi yüksəlir,
nəbz və tənəffüs sürətlənir, göz qapaqları altında gözlər hərəkət edir. Tez yuxu fazası da 10-15 dəqiqə davam edir. Dedik ki, faza özü 2 faza var. Lənc bir də tez yuxu. Və yuxu sikli 4-5 sikldən ibarətdir. Yəni insan ya 4 sikl yata bilər, ya 5 sikl yata bilər. 4 siklimdə 8 faza var. Çünki vurursan 2-yə, lənc və tez yuxu. 5 siklimdə 10 faza var. Yenə lənc faza, bir də tez fazası. Baxın, insan yuxuya daxil olduqda lənc yuxu ilə başlayır. Tez yuxu ilə bitir. Minimum bir də maksimum söhbəti var. Məsələn, minimum yuxu yatıbsa, deyirsən minimum yuxu yatıb, bir də var deyir maksimum yuxu yatıb. Sən bilirsən ki, biri var deyir minimum davam etmə, biri var deyir maksimum davam etmə. Biri var deyir minimum yatıb, biri deyir maksimum yatıb. Deməli yenə deyirəm, biri var sizə deyir, məsələn, deyir ki, fazanın minimum davam etmə ilə 4 yuxu fazası yatıb. Baxın, minimum davam etmə deyirsə, bunda lənci 1 saat götürəsən. Çünki bilirsən ki, lənc 1,5 saatdır. Tez yuxunu da götürəsən 10 dəqiqə. Sonra bir də lənci 1 saat, tezi 10, bir də lənci 1 saat, indi tezi 3 faza ilə gedək. 3 faza yox, 1, 2, 3, 4 faza dedik. 3 sikllə gedək yaxşı. Tezi sonuncu olduğu üçün 20 dəqiqə ilə götürəsən. Sonuncu tez yuxum 20-30 dəqiqədir. Biri də var deyir ki, minimum yuxu, yəni minimum yuxu yatıb. Yəni minimum yuxunun davam etməsini demir. Yenə deyirəm, biri var deyir ki, yuxu fazasını minimum davam etməklə gedib. Yəni minimum yatıb, minimum davam etməklə. Yəni yuxu fazalarını minimum saatla keçirib. Onda 1-1 lənci götürəsən, 10-la tezi götürəsən. Sonuncunda 20 ilə götürəsən. Amma maksimum desə 1,5 lənci götürəsən. 15-lə tezi götürəsən, sonuncunda 30-la götürəsən. Bunun fazanın davam etmə müddətini minimum, maksimum deyirsə gedirsən. Amma desə ki, insan minimum saat yatıb, onda maksimumla gedəsən ki, minimuma çatasan. Çünki bilirsən ki, nə qədər çox getsən, o qədər tez çatasan. Yəni tez minimum olacaq. İnanıram ki, fikrimi çatdıra bildim. Yenə də məsələ həllində onsuz da sizə izah eləyəcəm bunları. Daha sonra nəyi deyirik? Dedik, həm yuxu görmə, həm lənc yuxu fazasında ola bilər, həm də tez yuxu fazasında ola bilər. Lənc yuxu fazasında görülən yuxular daha real həyata oxşuyur, amma tez yuxu mücərrəddir. Daha sonra, indi ali sinir fəaliyyətinin əsas tipləri. Ümumiyyətcə, ali sinir fəaliyyətinin əsas tipləri temperamentlər adlanır və bu da xlorik, flegmatik, melanxolik, bir də sanqivik. Temperament hisslərin müəyyən edilməsi deməkdir. Yəni, temperament haqqında təlimin banlısı Hipokratdır. Galin temperamentin ilk təsnifatını hazırlayıb, temperamenti elmi cəhətdən də əsaslandıran Pavlov olmuşdu. İndi bir-bir baxaq. Birinci biz xlorikə baxılıq. Xlorik öd deməkdir. Baxın, bu insanlarda sinir sisteminə insanlar, yəni xlorik tipli insan cəld olur, enerjili olur, inadkar olur, qətiyyətli olur, səbirsiz olur, tez coşan olur, öz hərəkətlərinə fikir verməyən olur. Flegmatik şirə silik deməkdir. Bunlar sakit olur, təmkinli olur, inadkar olur, can yandıran olur, diqqətli olur, etibarlı olur, daim müəyyən vərdişlərə meyilli olur. Melanxolik qara öddür. Pasiv olur, tez küsən olur, depressiya meyilli olur, qətiyyətsiz olur, əsasən mənfi emosiyalı olur. Sanqivik insanlar da enerjili, emosional, təşəbbüskar, ünsiyyətçil, təmkinli, soyuqqanlı, geniş maraq dairəsinə malik, hər şeyi bilmək istəyən olurlar. Bunlar da aiddir bizdə temperamentin növlərinə. Daha sonra xarakter və qabiliyyətə baxırıq. Yadınızda saxlayırsınız ki, burada 1-2 cümləni bildiniz bəsdir. Xarakter hərəkətləri, vərdişləri, baş verən hadisələrə münasibət şəklində irsən və sonradan qazanılmış davamlı xüsusiyyətlərdir. İnsan xarakterinin formalaşmasında ali sinir fəaliyyətinin tiplərinin mühüm növü var. Əsasən xarakter uşaqlıq və gənclik yaşlarında tərbiyənin təsiri altında formalaşır və xarakterin formalaşmasında sosial amillər də
Deməli, xarakterin formalaşmasında əsas rolu sosial amillərdir. Sonra qabiliyyət nədir? Qabiliyyət də bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün vacib olan xüsusiyyətlərin cəmidir. Ümumilikcə, qabiliyyət özü iki tipə bölünür. Ümumi qabiliyyətlər, bir də xüsusi qabiliyyətlər. Ümumi qabiliyyət bir sıra fəaliyyət növündə meydana çıxan, hamının görə biləcəyi prosesləri icra etmək bacarığıdır. Xüsusi qabiliyyət konkret fəaliyyətin növlərinin uğurla icra olunması bacarığıdır. Xüsusi qabiliyyətin ən yüksək dərəcəsi istedaddır. İnsan qabiliyyəti həm irsən keçir, həm də tərbiyə yolu ilə keçə bilər. Və insanın hər hansı bir fəaliyyət növünə can atması meyillilik adlanır, yadınızda saxlayırsınız. Meyillilik və qabiliyyət insanlara peşə seçməyə də yardım edir. Meyillilik yalnız uşaqlarda deyil, istənilən yaş dövründə meyillilik üzə çıxa bilər. Və ali sinir fəaliyyətinin pozulması əsasən bir sıra xəstəliklərdə, normal qidalanmamada, müntəzəm dincəlməmək, az hərəkət etmək, yuxusuzluq, emosional gərginlik, ailədə, məktəbdə, işdə baş verən münaqişələr, nikotin, narkotik və alkoqoldan istifadə ali sinir fəaliyyətinin pozulmasına gətirib çıxarır.